Salam Elşan bəy, xoş gəlmisiniz. Salam, çox sağ ol Kamal bəy, minnətdaram, təşəkkürlər. Lənkəranın belə bir gözəl cənnət məkanına, təbiət qoynuna gətirmirsən məni, öz doğma elimə, obama. Sən oturub bir səmimi bir danışığa, səmimi bir süfrəyə oturub bir çay içməyin ləzzəti həqiqətən də tam fərqlidir. Suallardan başlayıram Elşan qardaş. Deməli, Bugün eşitdiyimə görə qəşəng suallar hazırlamısan mənim üçün. Çalışaram durist, səmimi, daha doğru cavab verin, bəlkə daha qısa cavab verin. ilk sualım belədir. Nə var, nə yox? Hə. Deyəsən bu sualların içində ən çətinlik budur. Hər şey qaydasındadır, hər şey normaldır. Normala düşməyən işləri də çalışırıq ki, normaya salaq. Vuruşuruq, çalışırıq, mübarizə aparırıq. Hər şeyin daha gözəl, daha qəşəng, daha necə deyərək ki, təntəralı şəkildə olsun, məntiqə uyğun bir şey olsun. Çalışırıq. Elşan qardaş, neçə yaşınız var? Mən 1998-ci ildə Lənkəran rayonunun Biləsər kəndi anadan olmuşam. Bir dənə də sual verin. Elşan sözünün mənası nə deməkdir? Mənim əslində əsl adım pasportda Yusifdir. Bu haqda heç bir yerdə məlumat verməmişəm. Demək olar bəlkə də sənin yanında birinci dəfə deyirəm. Əsl adım Yusifdir. Sadəcə olaraq ki, bu vaxtları bir dənə həqiqi olay bir şey deyim. O vaxtı anam adımı Yusif qoymaq istəyib. Atam adımı Yusif qoymaq istəyib. Anam isə adımı Elşan qoymaq istəyib. Çünki mənim atamın adı da Rəsuldur. O da o vaxtlar peyğəmbərlər haqqında çox oxuyurdu, kitablarını, filmlərinə çox baxırdı. Adımı Yusif qoymaq istədi. Sonra da anam da dedi ki, yox, uşağın adı Elşan olacaq. Elə oldu ki, mənim gedib bir Rus dilində metrika deyirsə, Azərbaycanda nə deyirlər? Elə metrika. Hə, metrika deyək, elə metrika. Mənim metrikamı götürəndə atam adımı Yusif qeyd edib, ancaq evə gəlib Elşan deyərək müraciət eləmişdi. Və bir neçə müddət keçəndən sonra artıq mən məktəbə gedəndə sənət studentləri ortalığa çıxanda adımı Yusif biliblər. Daha işlə keçib, ən az 6-7 il keçib. Elə o vaxtdan mənim adım elə Elşan Yusif deyərək dillərdə qaldı. Ardından sual da verirsə mənə, bu nədir 2 dənə adın Elşan Yusif? Başa düşmədim, bu Mirzə Ələkbər Sabir'in 3 dənə adı var. Mirzə Ələkbər Sabir. Ona niyə ilişmirsiniz? Yəni mənim 2 adıma ilişir. Problem yoxdur. Yusif adı daha ağır addır. Əlbəttə. Elşana nisbətən. Bəli. Tak. Növbəti sualım. Yəni yeni nə ideyalar, yeni nə işlər var? Qısaca mümkünsə. İndiyə kimi bir çox işlərdə çalışmışam. Yəqin ki, internetdə Elşan Yusif yazaraq mənim keçmiş videolarımı ən çox da Instagramla işləyirəm mən. Yəni Instagramda zətdə mənim köhnə videolarıma baxıb nə işlərlə məşğul olduğumu bilərsiniz. Mən bu yaşıma 28 yaşım var və bu yaşıma kimi bir çox işlərlə işləmişəm. Fəhləçiliyindən tutmur, yol süpürməyindən tutmur, dəmir yığmağından tutmur, parniqindən tutmur. Ondan sonra tikintidə fəhlə, axrana, ondan sonra saysan çoxdur, qarpuz salonuna tutmur, nə bilim, abiyə, ətir dükanı, kafe, restoran, insan arasında tam fərqli bir işdə işləyirəm. Yəni, bu yaşıma kimi yaşımdan çox işlərdə işləmişəm. İndi hal-hazırda təşkilatçı kimi işləyirəm. Toy məclislərdə tanınmış xanəndələrin dəvəti, gözəl, güclü sənətkarların dəvəti, asamların dəvəti, təşkili, təşkilatçılıqla işləyirəm. Əməkdaşlıq, təşkilatçılıq, qısa konkret. İndi hal-hazırda. Belə deyək, sizə şərh bölməsindən və yaxud direktdən yazırlar ki, məsələn, gedin özünüzə sənət tapın, iş tapın, ya bilim TikTokun, Instagramın, YouTube'un başını buraxın. Yox, əslində elə suallar çoxdur. Girib videolarıma baxa bilərsiniz. Bax, bu insan görür ki, mən tikintidə fəhlə işləyirəm. Daşa deyək ki, hansısa bir video çəkirəm. Bir görsən videonun altına yazıb ki, get özünə bir sənət tap, TikTokun başını burax. Mən TikTokun başını buraxmışam ki, fəhləçilik də bir sənətdir. Bu daşı daşıyıram. Mən daşın başını tutmuşam və TikTokun başını tutmamışam ki, TikTok mənim üçün sadəcə bir hobbidir. Sadəcə olaraq ki, bir söz var, deyir, palaza bürün, ellə sürün. Tələbat bunadır.
misal üçün, mən deyək ki, ətir dükanım var da, mən ətir satıram. Mən yəni adi müştəridə deyək, adi bir müştəridən günə bir 3 dənə müştərim gəlir, adi müştəri. TikTokda reklam eləyəndə o müştərinin sayı 5 olur, 6 olur. Əgər mən real həyatda mənim 3 dənə belə müştərim gəlsə dükana, məndən ətir alırsa, 3 dənə TikTokdan müştəri gəlirsə, niyə də TikToka önəm vermir? Həm də ki, TikTokda videolarımı çəkməyimin tam başqa bir səbəbi var. Bizdən biraz qəmli notlardan çıxaq. Məsələn, mənim uşaqlıqda tək arzum aktyor olmaq idi. Həm aktyor, həm də həkim olmaq idi. Rəhmətli anam həmişə təzyiqdən və başqa xəstəlikdən əziyyət çəkirdi. Ona həmişə söz vermişdim ki, çox sağ olun. Söz vermişdim ki, mən böyüyəndə həm aktyor, həm də həkim olacağam. Həkim olacağam, yəni sənin bütün xəstəliklərini pulsuz müalicə edərəm, özüm sağaldaram səni. Aktyor da olacağam ki, anam çox vaxt yorğanda olur da, xəstə olur. Aktyor da olacağam ona görə ki, mən televizorda hansısa bir seriala baxırsan, hansısa bir Hind filmlərinə baxırsan, kövrəlirsən və ya da gülürsənsə, aktyor da olacağam ona görə ki, mən sənin sağlandan sonra sən evdə televizorda mənim çəkdiyim videolarıma baxarsan, mənim çəkdiyim kinolara baxarsan. Elə o istəklə düzdür, istəklərimə tam nail olmasam da, az da olsa yenə də bəs edəyəm. Yəni, həkim olmaq istəyirdim, həkim ola bilmədim. Ancaq bir ilə yaxındır ki, bir ilə yaxın xəstəxanada operator işlədim. Güclü aktyor olmasam da, ən azından da, yəni Azərbaycanda deyək ki, bir 10 milyon əhali varsa, ən azda bir 2 mini, 3 mini məni tanıyır. Düzdür, indi mən anaya söz verdim. Yəni, anam da bu günləri görmədi, 5-də oxuyurdum. Dünyasını dəyişdi. Yəni, fərək tez almasaydı əlimizdən, ola bilsin ki, mən indi də həmin mübarizəni davam edib, bəlkə də hansısa bir həkim və ya da hansısa bir filmlərdə çəkilərdim, öz söz verdiyim arzunu yerinə yetirərdim. Belə, bir sual da verim, yəni suallarımız bitir, 2 sualımız qalıb. TikToker, video bloger, bunların arasındakı fərqi, zəhmət olmasın. Əvvəllər biri var, hansısa bir verişə çıxırsan, hansısa bir soru-suala çıxırsan, suallarla tanış olub, ona uyğun cavab tapırsan. Bir də var ki, elə birbaşa proqramı kamera arxasında sualları vermək biraz adama çətinlik gəlir. TikTokerlə blogerin arasında fərq çoxdur. Niyə fərq çoxdur? Səbəbi qoy istədim. Əvvəllər TikTokda belə bir mövzu vardı. 15 18-20 saniyəli bir video çəkirdi. Hansısa bir mahnını, hansısa bir nə bilim səsi yapsılayırdı. Ancaq bloger tam fərqli bir şeydir. Bloger sözün mənası əhalini və ya həmin ərazidə baş verən hansısa bir problemini işıqlandırmaq, hansısa bir problemini çəkib insanlara bildirməkdir, ictimailəşdirməkdir. Blogerin vəzifəsi çox ağırdır. Əgər mən deyək ki, günü bugün gedib hansısa bir xəstə uşağının problemini çəkirəmsə, onu ictimaiyyəyə bildirirəmsə, cəmaət o videoda həmin xəstə uşağa kömək edirsəsə, onu həyata ikinci bir nəfəs verirsə, mən onunla fəxr edirəm. O iş bloger işidir. Hətta ki, bir yerdə deyək ki, hansısa bir haqsızlıq olursa, ədalətsizlik olursa, sən onu ictimaiyyəyə çatdırırsansa, əhaliyə, millətə bildirirsənsə, bax, əsl bloger sahəsi odur. Yəni, insan öz işinə zövq almalıdır. Mən də öz işimdən zövq alıram. Arada mənə deyirlər TikToker deyiləm. Mən heç bloger də deyiləm. Sadəcə demək olar ki, 2019-dan TikTok Azərbaycana gəldi, 2018-dən gəldi. Sadəcə 2019-da TikTok Azərbaycanda TikTok brendi üzrə tanındı. Mən də elə 2019-dan başlamışam videolar çəkməyə. Və ilk videom tikintidə olur. Onda TikToker videoları çəkirdim. Məsələn, bir video çəkmişdim və mənim səsim gəlir, nə bilim, başqa şeylər. Mən hətta çox vaxt tikintidə kasıblara uyğun videolar çəkirdim. Məsələn, kasıb təbəqəyə uyğun. Çoxu da elə bilir ki, mən o dərəcədə kasıbam. Düzdür, imkanı da güclü bir imkanım da yoxdur, söhbət yox. Məsələn, fəhlələr haqqında çəkirdim, müdiriyyətlər haqqında çəkirdim.
kasıblar haqqında çəkirdim. Aktual mövzular başa düşürəm. Bəli, aktual mövzular barədə çəkirdim. Həm bu mövzular, həm TikToker mövzularıdır, həm bloger mövzularıdır. Və elə eləyirdim ki, ona bütün təbəqə baxsın. Zaten indiki hansısa bir varlı bir insanın da haqqında pis bir məlumat bildirməmişəm. Amma əgər kasıbı tərifləyirəmsə, varlılar haqqında pis bir məlumat bildirməmişəm. Çünki o varlılar olmasaydı, mən onların evində fəaliyyət işləməzdim. Onların sayəsində biz azı 500 man pul qazanırıq. Yəni, aktual mövzular çəkirdim, fəaliyyətçilikdən falan da biz videolar belə bir satirik sözü var. Satirik videolar çəkirdim. Peki bir kasıbçılar haqqında video çəkirdim. Oza satirik mövzular vardı. Buna varlı da baxır, kasıb da baxır. O baxa-baxa nəyisə yönəlir, nədənsə motivasiyalı. Yəni belə. Başa düşdüm. Deməli Elşən bəy, Yəqin icazə versən bir qurtun için. için onsa suallarımız bitdi. Belə, sizlə bu söhbət aparmaq, bu reportaj aparmaq, qısaca da olsa çox maraqlı idi. Sonda izləyicilərinizə ürək sözlərinizi bildirin və proqramı bağlayaq. İzləyicilərimə buradan bildirmək istəyirəm ki, mənə çox fazla sual verirsiniz, Elşən. Nə işlə məşğulsun? Mən bayaq sadaladığım kimi, halal zəhmət, əziyyətlə pul harda varsa, mən o işdəyəm. İndiyə kimi kimdənsə bir qəpik artıq pul istəməmişəm, kimdənsə bir şey ağız açmamışam. Halal zəhmət, halal ruzu harda varsa oradayım. Mən günün bugünlük təşkilatçıyam. Tanınmış simaları, tanınmış xanəndələri, müğənniləri, İstanbul heyətləri, hansısa bir toylara aparıramsa, toyun təşkilini mən edirəmsə, hansısa bir klip çəkilişlərin təşkilini mən edirəmsə, gün sabah iş olmasa, mən yenə də əlimi, əlzəyimi geyinib, gedib tikintidə fəhlə də işləyərəm. Fəhlə işi olmasa, gedib bərbər işləyərəm, bərbər də işləmişəm. Bərbər işində də iş zəif olsa, çörək olmasa, gedib ətir satacağım. Fərqi yoxdur. Bax, neçə gündür Lənkərandayım. Gələm Lənkərana, işimə görə gedən biləsvara, salyana, ora, bura. Fərqi yoxdur. Və də mənim dilimdə belə bir şey var ki, əsl Azərbaycan kişisi gərək əziyyət çəkib pul qazansın. Kiməsə ağız açmasın. Ona görə də nə iş olursa işləyirəm. Heç kimdən də utanmıram, heç nədən də utanmıram, çəkinmirəm də. Əgər mən günü bugün deyək ki, ən tanınmış bir xanəndə ilə işləyirəmsə, bir 3 gün, 4 gün, 5 gün iş olmasa, mən özümə, necə deyərək ki, patlı bilmərəm, özümə ayıb bilmərəm. Əlcəmi əlimə gedib tikintidə fəhlə də işləyərəm. Yolla süpürərəm. Tikintidə fəhlə işləyən, yol süpürən, dəmir yığanlar məndən əski, məndən də artıq deyil. Yəni, ona görə də əsl kişi halal zəhmətlə işləyəndə heç bir şeydə utanmamalıdır. Elə vaxt olub ki, mənlə bir yerdə oturub duran bir insandır, onu gedib qabağa, mən qalmışam quraqda. Elə vaxt olub ki, onun evində fəhlə işləmişəm, heç özümü ayıb da bilməmişəm. Allah təala onun rüzusunu elə yaradıb, bəlkə məndən cəld hərəkət edib, gedib özə villa, ev, eşik edib, mən biraz ləng hərəkət eləmişəm, gedib onun evində fəhlə işləyirəm. Yəni, indiyə kimi məsləhətim də sizə bu dərz olsa, indiyə kimi işlədiyiniz işdən utanmayın. Çalışın, işlədiyiniz işdən zövq alın. Əgər sən çayxanada çayçı da işləyirsənsə, bu işdən zövq al. Bir insan ki, öz işindən zövq almadısa, öz işindən həzz almadısa, o işin nə ləzzəti olacaq, nə də xeyri bərəkəti olacaq. Belə. Yəni ki, çox danışdım. Təbii kifayət eləyəcək. Belə, ayaqlarınız var olsun. Minnətdaram, var olun. Kimin səndən sualı varsa, şərh bölməsinə yazsın və növbəti verilişlərdə, çəkilişlərdə həmən sualları biz səsləndirəcəyik Elşən qardaşımıza. Sağ olun, çox sağ olun. Kamal bəy, Allah sizdə var eləsin. Təşəkkür edirəm. Belə bir təklif elədin. Mənə də belə bir video çəkmək xoş oldu. Niyə? Çox vaxtı bilən görürsən ki, hansısa bir məclisə gedirəm, bir sual verirlər. Sən ətir satmırdın, obsi gəlir, sən fəhlə işləmirdin. Sən biri gəldi, sən bərbər işləmirdin. Yəni, bu videonu çəkmək səbəbi odur ki, bilin, hansı işdə halal ruzu, bərəkət, pul varsa, mən o işdəyim. Yəni, ayağımın üstünə qoyub, mən TikTokda canlı yayım açıramsa, pul gələcək, reklam çəkərəmsə, pul gələcəksə, xeyr. Mən özümdə bir şey var ki, asan qazancın pulu məndə bərəkəti olmur. Bir asan yola bir pul qazanıramsa, onun bərəkəti olmur. Yəni, əziyyət çəkən o pulun bərəkəti olsun. Oldu, sağ olun, Allah köməyiniz olsun, təşəkkürlər.